الحمد لله نحمده نستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطيع الله ورسوله فقد فاز فوزا عظيما إن أصدق الحديث كتاب الله وأحسن هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار أما بعد فيا عباد الله أوصيكم بالتقوى والطاعة إن الله مع الذين اتقوا والذين هم محسنون. Değerli müminler, muhterem kardeşler. Peygamberimiz Muhammed sallallahu aleyhi ve sellem hadis-i şerifinde buyurur ki İslam, yani dinimiz 5 esas üzerinde kurulur. Bunun evveli kelime-i şehadet, namaz, oruç, zekat, bir de imkan oldukta hac ziyaretini etmektir. Lakin düşünmeyen ki sırf yalnız bunları yerine getirmekle Allah'ın sevimli kulları olabilirik. Bunlar öz yerinde, bunlar ferzdir. Bunları yerine getirmesi harama düşerik. Ama bugünkü hutbemizi Kur'an-ı Kerim'in ayələrine baxaraq Rəbbimiz kimləri sevdiyini sizlərlə paylaşmaq istəyərdik. Rəbbimiz Quran-ı Kərimdə buyurur: Estağfirullah. İnnallaha yuhibbul muqsitin. Allah insaflı olanları, ədalətli olanları sevir. Çalışalım ki, hər bir işimizdə ədalətli olalım. İstəyər sosial həyatımızdakı ünsiyyətlərdə, ailə fərdlərlə ünsiyyətlərdə, məsciddə və digər yerdə əlimizin altında olan işçilərdən, qardaşdan hər bir halı ilə insaflı olmağı, ədalətli olmağı Allah bizə tövsiyə edir və insaflı olanlarda Allah sevdiyini bəyan edir. Görün, insaflı olanlara Peyğəmbərimiz hədis-i şərifində nə müjdəliyir? Deyir ki, verdiyi hökmlərdə insaflı olanlar, ailələri ilə münasibətdə, ailə fərdləri münasibətlərində, davranışlarında insaflı olanlar və öz öhdələrində olanlarla, öhdəsində olanlarla insaflı olanlar, ədalətli olanlar, qiyamət günü Allah qatında, ərşin sağ tərəfində, nurdan olan minbər üzərində olacaqlar. Subhanallah. İnsaflı olanın, ədalətli olanın müjdəsidir. Yenə Uca Allah buyurur, Estağfirullah. İnnallaha yuhibbul mutatahhirin. Və digər ayədə isə yenə buyurur, İnnallaha yuhibbut tawwabin və yuhibbul mutatahhirin. Allah pak olanları sevir. Digər bir ayədə isə Allah tövbə edənləri və pak olanları sevir. Ümumi mənada pak olmaqla, dəyərli qardaşlar, ibadət üçün olan paklığımız birdir, bir mənadadır və bir-birlərində tamamlayırlar. Yəni, fikirləşməyən ki, yalnız biz ibadətimiz üçün pak olmalıyıq. Yox. İbadətdə olduq və ya olmadıq pak olmalıyıq. Tövbədə olmalıyıq.
və bunlar da bir-birlərini tamamlayır. Bu mənada İslam alimləri təmizliyi maddi təmizlik, hökmü təmizlik və mənəvi təmizlik olaraq 3 qismə ayırmışdılar. Bədən, paltar və ətrafın təmizliyi olan maddi təmizlik ibadətə hazırlıqdır. Dəstəmaz və qusul hökmü təmizlik mərhələsindədir. 3-cü pillədə isə dinimizin üzərində dayandığı və önəm verdiyi qəlb və könül təmizliyidir ki, insan üzvlərini qeybət, yalan, haram yeməkdən, mala xəyanət etmək kimi günahlardan, qəlbini isə həsəd, kibir, riya, ədavət və bu kimi pis xislətlərdən mənliyini Allah üçün təmizləməlidir. Allah Teala buyurur, Estağfirullah. İnnəllaha yuhibbul muttaqin. Allah təqvalı olanları sevir. Təqva dini daha dərin anlayışla yaşamaq, dində daha həssas olmaqdır. Allahın hüdudlarını qorumaqdır. Allah qatında da dəyərimiz təqvamıza görə olacaqdır, dəyərli qardaşlar. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur, Estağfirullah, İnnə əkrəməkum indəllahi ətqakum. Allah qatında, Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. Yəni, Allahın buyurduğu pis əməllərdən çəkinənlər, haramını haram sayanlar, halalını halal sayanlardır. Yenə Allah Teala buyurur, Estağfirullah, Vallahu yuhibbul muhsinin. Allah muhsin olanları, yaxşı iş görənləri, yaxşı əməl edənləri sevir. Və digər ayədə bunun müjdəsini deyir. Estağfirullah, Bələ mən əsləmə vəchəhu lillah və huvə muhsin, fələhu əcruhu ində rabbihi və la xavfun aleyhim və la hum yəhzənun. Özlərini Allaha təslim edənlər, məhz onlar muhsindilər. Fələhu əcru ində rabbihi. Allah qatında onun böyük bir mükafatı vardır. Və la xavfun aleyhim. Heç bir şeydən onlar qorxmazlar və də qəm-qüssə görməzlər. Yəni, dəyərli qardaşlar, nəfsimizi qurtarmaq istəyiriksə, yalnız ibadətlə nəfsimizi qurtara bilmərik. Cəhənnəmdən qurtulmamız üçün muhsinlərdən olmamız lazımdır. Muhsin, etdiyi işi Allah üçün edən, yalnız Allahdan qorxan və hər əməlinin haqqını verən kimsədir. Yenə Allah Teala buyurur, İnnəllaha yuhibbul mutəvəkkilin. Həqiqətən Allah təvəkkül edənləri, Allaha təvəkkül edənləri sevər. Allah biz möminlərə başqa bir varlığa yox, yalnız özünə güvənməmizi əmr edir. Təvəkkül, müsəlmanın qədərə olan inancının təbii bir nəticəsidir. Allah Teala buyurur, Vallahu yuhibbus sabirin. Allah səbr edənləri sevir. İnsan 3 səbirlə görəvlidir. Birincisi, üsyana və günaha girməməkdə səbirli olmaq. Üsyana və günaha girməməkdə səbir etmək, dözüm nümayiş etdirmək. Bu növ təqva səbridir.
İkincisi, müsibətlərə qarşı olan səbir. Bu növdə səbrün cəmilundur. Necə ki, Yaqub əleyhissalam dedi və etdi. Üçüncü isə ibadətlərimizdə səbirli olmaq, dəyərli qardaşlar. İbadətlərdə səbir və israr insanı Allah sevgisi məqamına çıxardar. Yenə səbrə böyük önəm verərək Allah Teala Quran-ı Kərim Bəqərə surəsində buyurur ki, Estağfirullah, İnnəllaha ma'as-sabirin. Allah səbr edənlərlə birlikdədir. Allah Quran-ı Kərimdə demir, Allah 10 dəfə haza gedənlə birlikdədir, oruç tutanlarla birlikdədir. Allah səbr edənlərlə birlikdədir. Yenə görün, səbrin mükafatını Allah Teala Zümər surəsində necə bəyan edir? Estağfirullah, İnnəmə yuvəffəs-sabirunə əcrəhum biğayri hisabin. Yalnız səbr edənlərin mükafatları hesabsız veriləcək. Səbr edənlərin mükafatı hesabsız veriləcəkdir. Gəlin biz də dua edək ki, inşallah Uca Rəbbimiz bizi bu saydığımız qullardan eyləsin. Səbirli olanlardan eyləsin. Muhsin olanlardan etsin. Təvəkkül olanlardan etsin. Təqvalı olanlardan etsin, ya Rabbil Aləmin. Cəmi Məhəmməd ümmətinə bu dualarımızı arzuluyoruz inşallah. Və aqul həzə və estağfiruhu innəhu təvvabur rahim. Estağfirullah. İnnəd-dinə indəllahil-islam. Elhamdülillah, hamdan kamilina və salatu və selamu ala seyyidina Muhammedin və səhbə əcma'in, tə'zimən linnəbihi və təkrimən lisəfi və qalə azza və cəllə min qailən muxbirən və amirə innəllaha və mələikəti yüsəllun alə nəbiyyə yə eyyuhəl-ləzina əmənu sallu aleyhi və səllimu təslimə Allahümmə salli ala seyyidina Muhammedin və ali Muhammed kəmə salleytə alə İbrahim və alə ali İbrahim innəkə hamidun məcid Allahümmə bərəkdə alə Muhammedin və alə ali Muhammed kəmə bərəkdə alə İbrahim və alə ali İbrahim innəkə hamidun məcid Allahümmə vardini xulefə raşidin Seyyidil Əbu Bəkir, Seyyidil Ömər, Seyyidil Osman, Seyyidil Ali və bəqiyyətil həşrətəl mübəşşərə zül sidqi vəl vəfəyi və cəmil mühacirin vəl ənsar və mittəbəhum ilə yevmül cəzə və cəmil müminə vəl müminət vəl müslimə vəl müslimət ələhyəhum minhum vəl əmvat. Dəyərli qardaşlar, bir qardaşımızın övladı çox ağır xəstədir. Bizdən də xahiş edir ki, bir dua edək, qanında, iliyində bir xəstəlik və çox ağır xəstəlik var. Dua edən ki, qardaşımızın övladı şəfa tapsın və bu simada cəmi Məhəmməd ümmətindən xəstə olanlara Allah şəfa versin, rəhd olanlara dəva versin. Allahümmə işfi, əntə şəfi və lə şifəqə illə şifəqə, əş-şifəqə lə yuqadir siqmə, ya Rabbil aləmin. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəllaha ya'muru bil adli vel ihsani və ita'i zil qurba və yenha anil fəhşai vel munkari vel bag'i ya'zukum la'allakum tezekkerun və aqimissalah. İnne's-salate tenha anil fəhşai vel munkar. Dəyərli qardaşlar, Allah Teala bizə daimən ədalətli olmağı, yaxşı işlər görüb pisliklərdən çəkinməyi, başda valideynlərimiz olmaqla digər qohum-əqrabadan da gözəl rəftar etməyi əmr edir. Bütün bu əməllərimizə biz ibadətlərimizlə nail ola bilərik. İbadətimizin başında da namaz durur. Namaza qalxağın ki, namaz bizi bütün pislik və çirkinliklərdən çəkindirir inşallah. Allah